Kredit tarixçəsi nədir? Müştərinin ilk kredit götürdüyü gündən onun adına yaradılan tarixçədir. Borcla bağlı bütün növbəti proseslər, ödənişlərin vaxtında aparılıb aparılmaması, həmçinin sonradan götürülən kreditlər kredit tarixçəsində görünür. Banklar müştəriyə kredit verərkən bu tarixçəni nəzərə alır. Yaxşı kredit tarixçəsi olan şəxslər daha rahatlıqla kredit ala bilir. Görəsən mənə kredit düşür? Böğünün varsa düşür. Böğününüz varsa 100 min manata kreditdən zaminsiz, girovsuz, dəqiqələr içində yararlana bilərsiniz. Elə indi bizneskredit.az saytında tam onlayn